Və bütün məsələlərdə olduğu kimi, təbii ki, fitrə zəkatını verəndə də insanın məqsədi qürbət olmalı, Allahın rizayəti olmalıdır. İnsan kiməsə özünü göstərmək üçün fitrə zəkatı, riyakarlıq etmək üçün çıxartmamalıdır. Sırf Allah rizayəti üçün, qürbətən ilallah niyyəti ilə fitrə zəkatını çıxartmalıdır. Deyir, görürsən, insan Ramazan ayından əvvəl, yaxud Ramazan ayında, bəzən görürsən, qarışdırırlar, bayramı yaxud biri bir gün, biri digər gün, ya Ramazan ayında, qısa deyək, yaxud Ramazan ayından fitrə zəkatı çıxardıbsa, onun hökmü nədir? Deyir, həmin şəxs gərək Ramazan ayı bayramı elan olunan gün, Ramazan ayı ki, bayramı ki, elan olundu, bayram axşamı fitrə zəkatını yeniləməlidir. Əgər Ramazan ayından qabaq fitrə, tutalım Şaban ayında götürüb fitrə zəkatı niyyətinə bir mal verib, kiməsə bir sədəqə verib. Yaxud Ramazan ayının özündə götürüb kiməsə fitrə zəkatı verilirsə, deyib ki, yaxşı olar yox, ümumiyyətlə həmin şəxsin vəzifəsi budur ki, bayram elan olunan axşam, şam xüftənin azanlarından sonra artıq nə eləməlidir? Yenidən o fitrəni qaytarmalıdır, həmin sahibinə çatdırmalıdır. İndi verdiyi fitrə zəkatının nisbəsi necə olacaq? İndi sual verir ki, bəs Ramazandan qabaq, yaxud Ramazan müddətində, yaxud bayramı qarışdırıb bir gün qabaq verib tutalım, onun elədikləri hara gedəcək? Onun elədiklərini təbii ki, Allah heç bir əməl mükafatsız qoymur. Sədəqə qismində Allah ona hansısa bir savab yazacaq. Amma vəzifəsi budur ki, bayram axşamı fitrəsini təzələsin. Amma bu şərtlə bir məsələ də var burada ki, incəlik var. Əgər bir insan tutalım Ramazandan qabaq, yaxud Ramazan ayında kiməsə borc verib bir ehtiyaclı bir insana. Ramazan bayramının eşitdiyi axşam, Ramazan bayramı axşamı, bayram axşamında fitrə niyyəti ilə həmin o verdiyi borcu ona fitrə zəkatı kimi halallığını verə bilər. Bu da var.